Bakı şəhərində yenidən qurma və abadlıq işləri davam etdirilir. Bu işlər çərçivəsində paytaxtda yerləşən köhnə yaşayış binaları və küçələr sökülərək yerində yeni yaşayış kompleksləri və yaxud parklar salınır. Bugünlərdə Azərbaycan prospektindən Nəriman Nərimanov prospektinə kimi Çingiz Mustafayev və Süleyman Rəhimov küçələrinin arasında yerləşən ərazidə mövcud olan yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi ilə bağlı qərar verilib. Bununla əlaqədar olaraq Yasamal rayon icra hakimiyyəti bu ərazilərdə yaşayan sakinlərə xəbərdarlıq məktubu ünvanlayıb. Məktubda deyilir, Bakı şəhərinin baş planının təmin edilməsi ilə əlaqədar Yasamal rayonu ərazisində yol nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması və abadlıq quruculuq işlərinin aparılması məqsədi ilə hal-hazırda sakinlərin siyahıya alınması və onlara dəqiqləşdirilməsi işlərinə başlanılmışdır. Sakinlərdən qısa müddət ərzində yaşayış və qeyri-yaşayış obyektlərinə dair bütün hüquqi sənədlərin hazırlanması və sənədlərin daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazisi idarəsindən alınmış daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair Dövlət Reyestrindən arayışla birlikdə ərazi üzrə mənzil kommunal istismar sahələrinə təqdim etmək xahiş olunur. Xatırladaq ki, may ayının sonlarına dək adı çəkilən ərazilər tamamilə boşaldılaraq söküləcək.